bir misal bir alim çəkirdi. Bir 11 yaşında qızın həyatında olan ən şirin xatirəsindən danışır. Deyir, sorğu keçirtdik. Dedi ki, kimin həyatında ən şirin an onun üçün nədə olub, nədir onun həyatının şirin anı? Deyir, uşaqlar hamısı biz məktəbdə bunu elədik, sorğunu keçirtdik. Kağıza yazıb atırlar. Bir 11 yaşında qızın yazdığını açdıq, başladıq oxumağa. Deyir, gördük yazıb. Deyir ki, mən yol gedirdim. Səfərə çıxmışdım atamla. Avtomobildə hərəkət eləyirdik. Marşrutla hərəkət eləyirik. Başqa adamlar da var. Deyir, baxdım, gördüm ki, günəş batır, mənim namazım qalıb, birazdan qəza olacaq.